Yaxşı, baxacağıq hazır funksiyalara. Ə, Bir qism funksiyalar üçün xüsusi kitabxana əlavə etməyə ehtiyac yoxdur. Bir qism funksiyalar üçün isə artıq məhz kitabxanası əlavə edəcəyik. Hələ ki kitabxana əlavə eləmədən ə, nələr, hansı funksiyalara baxa bilərik, onlara baxa birinci. Ə, Başlayaq 2 dənə ədədin minimumun tapılması. Bəzi funksiyaları əslində yəni bunlar olmadan da yaza bilirik. 2 dənə ədədin minimumunu tapmağı biz onsuz da yaza bilirik, düzdür? Əgər şərt yaza bilərik ki, A2-dirsə B-dən demək ki, A2-dir. Onda print eləyə bilərik A-nı. Else verə bilərik print B. Sadəcə olaraq işimizi biraz daha rahatlaşdırmaq üçün biz istifadə edə bilərik ki, x bərabər minimum və ya maksimum AB. AB və deyəcək ki, print x. Bu verilmiş iki dənə ədədin maksimumunu və ya minimumunu tapmaq üçün istifadə olunur. Minimum təbii ki, minimum tapacaq. Eyni ilə maksimum da yaza bilərsiniz. Bu da maksimum tapılması üçün istifadə olunacaq. 2 dənə yox, 3 dənə, 4 dənə də dəyişən istifadə etmək olar burada. Elə vergüllə bu şəkildə yaza bilərsiniz. ABC yazsaz, ABC-nin nəyini tapacaq? Maksimumunu və ya minimumunu tapacaq. ABC, yəni ABC-nin maksimumunu tapmaq üçün istifadə edə bilərsiniz. Belə. Daha sonra biz deyə bilərik ki, bir dənə ədədimiz var. Və bu ədədin bizə lazımdır modulu. Yəni absolute value. Deyə bilərsiniz ki, n bərabərdir ABC-nin. Yəni n özünün moduluna bərabərdir və x-a deyə bilərsiniz, fərqi yoxdur. Print eləsəz x-i, ona x nə olacaq? N-in modulu olmuş olacaq. Bura biz -15 versək, o zaman müsbət 15 versək, təbii ki, yenə də müsbət 15 əldə eləmiş olacaq. ABS yəni absolute value, yəni modul mütləq qiymət. Sonra var burada bizim baxmalı olduğumuz POV. Biz istifadə edə bilərik x bərabərdir, yəni POV A virgül B. Bəli, POV da hardan gəlir uşaqlar? Power'dan gəlir. Qüvvət, yəni. 2, 5 versək bura, bəli, 32 verəcək. A əsasdır, B isə qüvvətdir. A virgül B, yəni A üstü B deməkdir. 2 üstü 5, 32. Düzdür, bunu biz fərqli yollarla yazmışıq. Daha öncə də A bu şəkildə 2 ulduz B şəklində daha öncə görmüşük. POV-la da yazmaq mümkündür. Power'dan gəlir. Var mı problem? Yoxdur. Sonra var uşaqlar nə? Bizim üçün var n bərabərdir input alaq bir dəfə də. Input alaq. Və integer yox uşaqlar, deyək ki, float alırıq, bir dənə kəsrli ədəd alırıq. Bu kəsrli ədəd alandan sonra biz onu yuvarlaqlaşdıra bilərik. Məsələn, deyək ki, bura veririk 4 tam uzda 78. Biz onu tam ədədə qədər yuvarlaqlaşdıra bilərik uşaqlar. Yəni bundan 5 almaq istəyirik. Deyə bilərik ki, print eləyək nəyi? Round n. Round n uşaqlar ədədi ən yaxın tam ədədə qədər yuvarlaqlaşdırır. Yəni bu riyaziyyatda necə yuvarlaqlaşma gedirsə, burada da o şəkildə yuvarlaqlaşdırma gedir. Biz buradan 5 alacağıq. Əgər bu 4.28 olsa, onda onun 4 alacaq. Okay. Yuvarlaqlaşdırmanın təkcə roundla yox, başqa 2 dənə funksiyanı da eləyə bilərik. Bunlar müvafiq olaraq sale və floor funksiyalardır. Biz bura sale yazsaq, fikir versiniz rəngində heç bir dəyişiklik baş vermir. Amma belə bir funksiya var. Niyə rəngində dəyişiklik baş vermir? Çünki bu funksiya artıq riyaziyyat kitabxanasının içərisində, məhz kitabxanasının içərisindədir. Biz bunun üçün bu sale istifadə etmək üçün uşaqlar daha ilk öncə kitabxana əlavə etməliyik. Kitabxana əlavə etmək üçün import əmrindən istifadə edirik. Import əmrindən, import məhz deyəcəyik. Riyazi kitabxanasına əlavə edirik. Daha sonra hansı funksiyalarda istifadə etmək istəyirsinizsə, məhzi çağıracağıq. Məhz.sale. Sale nədir? Uşaqlar ingiliscədən sale tavan deməkdir, bəli. Tavan. Tavan. Aha. Tavan deməkdir. Oradan artıq mənasını yəqin ki, tutabilirsiniz ki, tavan yəni daim yuxarı yuvarlaqlaşdırmaya doğru qaçır. Siz bura 4 nöqtə deyək ki, 99 versəz də bu sizə 5 verir. 4 nöqtə deyək ki, 001 versəz yenə də 5 verir.
0,0'da artıq vermir. Çünki bu kəsir sayılmır, yəni bu kəsir deyil. Amma çox cüzi bir kəsirdə, çox kiçik miqdarda bir kəsir belə olsa, onda həmişə yuxarı yoğunlaşdıracaq. Bəli, bir çox sualları C ilə yazmanız sizin üçün rahatlıq verəcək. 11, deyək ki, burada 81. Bunların hamısı 5-ə qaçacaq. Və digər isə uşaqlar flordur. Flor da ingiliscədən tərcümədə döşəmə deməkdir. Bəli. Və bu da yəqin ki, başa düşürsünüz ki, əksinə daim aşağıya meyl olacaq. 4.81-də də 4 verir. 4 nöqtə deyək ki, 9'lar verirsək nə qədər çoxlu, yenə 4 verəcək. 0,01 versək, yenə 4 almış olacaq. Varmı problem? Sual var mı burada? Başa düşməyir. Yoxdur. Ki, necə? Yaxşı. Daha sonra riyazi kitabxanasından istifadə edərək biz hansı funksiyalardan istifadə edə bilərik? Bunlar bir dənə ədəd alaq deyək ki, tam ədəd alaq və tam ədədin kökü lazımdır bizə. Deyək ki, x bərabərdir məhz nöqtə square n. Square hardan gəlir uşaqlar? Square rootdan gəlir. Yəni kvadrat kök mənasında və primitiv eləsək biz o ədədin kökünü almış olacaq. 25-in kökündən alacaq, 5 alacaq. Və diqqət eləməlisiniz uşaqlar, sqrt funksiyası kəsirli ədəd qaytarırsa, float tipli ədəd qaytarır. Yəni düşünsək, hər hansı bir ədədin kök altını alsaq, onun kəsirli ədəd olma ehtimalı yüksəkdir, düzdür? Yəni tam kvadratlardan tam ədəd gələcək, digər ədədlərdən isə kəsirli ədədlər gələcək kök altlarında. Ona görə də o avtomatik olaraq bizə kəsirli ədəd qaytarır. Ona görə 5.0 alırıq biz. Əgər sizə lazımdırsa ki, onun tam hissəsini götürmək, x-in yerinə int x yazsaz əgər, o x-in nə edəcək? Tam hissəsini götürmüş olacaq. Olar. Ben istifadə edə bilirsiniz. SQLT-nin yeni başqa kub root da var uşaqlar. Kub root 3-cü dərəcədən kök alır. Məsələn, bura 27 yazsaq, o verəcək bizə 3. Çünki 3-cü dərəcədən kök 27 üçün 3-dür. Burasına boş verin. 35 versək biz, ona belə bir şey verəcək. Təxmini bu ədədin kubu 35-ə bərabərdir. Burada problem varmı? Okey. Sizə hər hansı bir vəziyyətdə ola bilər ki, lazım olsun pi dəyəri. Bəzi platformalarda pi-nin dəyərini 3,14 kimi yazanda səhv götürür. Biraz daha çox rəqəm yazmaq lazımdır ardından 4-5 dənə. Siz hazır şəkildə pi-nin dəyərini götürə bilərsiniz. Print eləyək mass.pi. Mass.pi bizə verəcək nəyi? Pi-nin dəyərini. Yəni bu inputun önəmi yoxdur burada, heç bir input almamışıq. Bu pi-nin dəyəridir, biraz daha çox rəqəmlərin. Bunu istifadə edə bilərsiniz. Yəni elə birbaşa olaraq deyə bilərsiniz ki, x bərabərdir mass.pi və sonra harada x istifadə edə bilərsiniz. Və ya pi-ni, məsələn, mass.pi-ni birbaşa olaraq nəyəsə vurmaq olar. Vurulsun 3-ə alacaqsınız həmin o dəyəri. Deyək ki, ədədin çevrənin sahəsini uzunluğunu hesablamaq lazım olanda pi kvadrat 2 pi. Normal yazı 2 vurulsun pi mass.pi vurulsun r. Aydındır. Bu şəkildə istifadə etmək mümkündür. Daha sonra qeyd etməliyik faktorial. Faktorial biz dövrlər keçdikdən sonra dövr eləyərək də tapa bilərik. Faktorial n faktorial birdən nə qədər ədədlərin hasilidir. Dövr eləyərək bunu eləmək mümkündür. Daha rahat hazır funksiyanın faktorial funksiyasını istifadə edə bilərsiniz. Deyə bilərsiniz ki, mass.faktorial n və həmin o x-i çapa verəcəksiniz. 5 versiya burana verəcək də 5 faktorial 120-ni vermiş olacaq. Burada problem varmı? Yoxdur problem. Daha sonra deyək ki, verilmiş 2 ədədin əbobunu və əkobunu da tapa bilərik. Bunun üçün əslində yenə də biz dövrləri keçdikdən sonra müxtəlif versiyalarla əbob əkob tapa bilərik. Hansı ki, alqoritmlərdə bunları görmüşdünüz. Amma yenə də funksiyalarla daha rahat da yazmaq var.
Deyə bilərsiniz ki, x bərabərdir mass.gcd AB. Verilmiş iki ədədin yəni tapacaq bizə uşaqlar. GCD-sini, yəni əbobunu bəli tapmış olacaq. 15 və 25-in əbobu nədir? 5-dir. Bir də LCM istifadə edə bilərik uşaqlar. LCM-də bəli, kök üçün istifadə oluna bilər.